Assalamu aleykum əziz dostlar, gözəl Zaqatalalarımız, gözəl Muxaxlarımız. Dostlar, tam yolun kənarında, deməli üzü yuxarı Muxaxa gələndə inşallah tam yolun kənarında, burada təzə açılmış yerlərimizdən içəri girəndə inşallah bu küçədə tam 50 metrdə inşallah gözəl bir dənə torpaq satışa çıxıb. Dostlar, ev tikmək üçün, obyekt eləmək üçün, yəni ki, hər cür sərfəli, gözəl dağ mənzərəsi də var. Baxın, gözəl dağ mənzərəsi də var. Çox gözəl bir yer. Dostlar, qazı, suyu, çay suyu, hər bir şey, interneti, işığı, hər bir şey yandı. Bax, bu düz 50 metre içəridə. Buradan 50 metre içəridə dostlar. Asfaltdan hesablayanda, hele hesabladım 50-55 metreye geldi addımla. Çox gözəl, kəndimizin çox gözəl, münasib yerində. İndi görəsiniz, içində fındığı. Yəni ki, gözəl dörtkünc, çox sərfəli, çox gözəl yerdir əziz dostlar. Deməli əziz dostlar, inşallah ətraflı sizə göstərəcəm. Bax, küçənin başında astonovkası, avtobusla gidib gəlmək üçün. Yəni ev tikmək üçün çox sərfəli yerdir dostlar. İndi inşallah ətraflı sizə göstərəcəm. Və dostlar, bu da bizim yerimiz. Dediyim kimi, bax, trasdan, deməli, trasdan düz, deyərdim ki, 50-55 metrədə. Çox yaxın məsafədə. Çox da gözəl yerdir dostlar. Çox da sərfəli yerdir. İnşallah, deməli, fındıq topa sayıda içində 60-65 dənə var inşallah. İnşallah ətraflı içərdən çəkəcəm sizə. Əziz gözəl Zaqatalalarımız və Muxaxlarımız. Dostlar, baxın, 65 topa fındıq. Çox da kəndimizin gözəl yeridir. Deməli, AHT-si setka ilə bağlıdır. Tam yolunda kənarı. Yoldan birbaşa giriş var 100 metreye. Tam da yolunda kənarıdır. Qazı, suyu, bax, suyu da buradadır. Yəni ki, müvəqqəti olaraq buradan bilməm, üstü bağlan, amma yəni sahibinin dediyinə görə krank buradadır. Qazı da görsün, bax, düz yolun kənarı. Darvazaları var. Girib çıxmaq üçün darvazası var. Kəndimizdə dediyim kimi çox gözəl yeridir. 65 topa fındıq, baxımlı yerdir. Yer sahibi də yaxşı insandır, yəni deyənə gələsi insandır. Yəni ətraflı gətirər, sizə göstərər. Çox da gözəl ev tikmək üçün çox da münasib yerdir, baxın. Və təkrarçılıq olmasın, yenidən göstərirəm bu yolu. Bax, görürsünüz, yol da budur, bax. Kəndimizin girişində. AHT-si qonşular, qaz, su, işıq içində. Və dostlar, inşallah sizə indi əlaqə nömrəsi deyəcəm inşallah. Və əziz dostlar, inşallah sizə nömrəni xatırlatacağım. Birbaşa sahibinin nömrəsini deyirəm. Birbaşa sahibi ilə danışın. Gözəl bir dənə dağ mənzərəsi olan yer dostlar. Baxın, burada ev tiksən çox sərfəli, gözəl yerdir. Deməli, 19 sotda yerdir. 19 sot yerdir. Nömrəni xatırlatım inşallah sizə. Və nömrəni deyirəm dostlar. Birbaşa sahibinin nömrəsini deyirəm. 050 454 84 46. 050 454 84 46 nömrəsinə zəng eləyin. İnşallah bu yerə kim sahibi olmaq istəyirsə, ətraflı gətirsin, göstərsin. Çox da bax, həqiqi çox münasib, çox da qiyməti də münasibdir. Yer də çox gözəl yerdir. Kəndimizin də girəcəyidir dostlar. İnşallah gətirsin, göstərsin, ətraflı qiymətdə razılaşın. Dostlar, alana da, satana da Allahdan xeyirlisi.